iştirak edir. Buyurun Zülfiye Hanım, sizin fikirleriniz bizim için değerlidir. Her birinizi salamlayıram. Deyirəm ilahi, sənə şükür. Biz 30 ildən sonra əldə etdiyimiz qələbənin 5 ilini beraber qeyd etmək imkanı bizə bəxş eləmsən. Bax, bunun üçün şəhid olan oğullarımızın, qazilərimizin, xalqımızın, dövlətimizin, millətimizin birliyinə görə şükür edirəm. Allah'ın bize rəhminə görə şükür edirəm ki, məhz Allah'ın izni ilə, onun qüdrəti ilə xalqımızın, dövlətimizin, insanlarımızın vətən sevgisi ilə biz bu günü görməyə çalışırıq. Hər gün, hər çıxışımda, hər saniyə deyirəm, hətta aldığımız nəfəsə görə bugün durup gəliriksə, gediriksə, nəsə iş görürüksə, biz onlara borçluyuq. Elə böyük ağır boyun yükümüz var ki, bunu daşımaq çox çətindir. Bugün hörmətli Ceyhun müəllimdən sonra danışmaq mənim üçün də çox xoşdur, ona görə ki, baxın, biz bəlkə də o qədər bizim məhdud vaxtımız var ki, onun da, mənim də, bu da digər şəxslərin də. Amma biz o vaxtın içindən kimsə bizi çağırırsa, gənclər, təşkilatlar ki, məhz təhsillə bağlı kimsə nəsə danışır, nəsə aparacaq, biz işimizi qoyub gəlirik. Bax, indi biz buradan çıxıb daha böyük bir tərbiyə gedəcəyik. Dalbadal biz bunlara ora görə gedirik ki, həm sizi görək, insanlarımızı görək. Xoşbəxt olaq ki, ilahi dalımızca güclü insanlarımız gəlir, gənclər yetişir. Mən o kəslərdənim ki, daima Ceyhun müəllim kimi həm yazır, həm danışır, həm də hay salıram. Yazmışam və demişəm. Dahiliklə kamillik müəllimdə birləşir. Ondan hamıya pay düşür. Millətini, ümmətini uca görmək istəsən, müəlliminə diqqət elə. Tələb elə, sabahına ümid elə. Axı, müəllim bütün cəmiyyətin əxlaq keşişsidir. Və bütün çıxışlarımda dövlət rəhbərinin səhifəsində də yazmışam. Yeganə adamam ki, 93-cü ildən üzü boyama hər dəfə yazıram. Üzünü müəllimə çevir. Bir müəllimin peşəkarlığından, əxlaqından ilk dövrdə, mənəviyyatından bütün cəmiyyət asılıdır. Və hər dəfə deyirəm, dövlət başçıdan tutmuş, aliminə, sıravisinə, hərbisinə, evlat xanımı hamısının keçdiyi, örnək aldığı, hazırladığı yerdir məktəb və müəllim. Ona görə deyirəm ki, üzü şagirdə yox, birinci müəllimə çevir. Və hər dəfə, mən bəlkə də dedi uşaqlar, təşəkkür edirəm, bütün həyatımla, varlığımla mən müəlliməm. Mənim çox gözəl paylaşımlarımı axırı vaxtlar yazım və hər dəfə Ceyhun müəllimə göndərirəm. İstəyir dil haqqında olsun, istəyir 5 illik müharibənin hər günü haqqında mənim yazım və kitablarım var. O hamısı farklı əsaslanır, hamısı insanlara nəyisə istiqamət verirsə biz xoşbəxt adamıq. Ona görə səhifədə yazmışam, rəsmi səhifədə. Azərbaycan məktəbi və müəlliminin hörmətə, diqqətə ehtiyacı var. Ona görə ki, onun yetişdirdiyi gənclərimiz vətən sevgisiyle, din sevgisini özündə daşıyır və o uğrunda döyüşürlər. En büyük xoşbəxtliyimiz yerləşdiyimiz görüntü zonadır. Deyək, müəllim dedi, Allah hər kəsə buna qismət eləməz. Biz 38-42-ci en dairəsində yerləşirik. Bu si dalğasını axırı yerdir, yəni müsbət enerjinin. Ona görə bizdə duhalar, bahilər, elm adamları, kişisi ağıllı, yaraşıqlı, hökümlü, qadıda xanım xatın. Sənət elə bir şeydir ki, mənim əzizlərim, ya bunda nə sənət seçilə bilməz. Sənət ayrılması mümkün olmayan ömür yoldaşıdır. Ona razılıq yoxdur, demişkən, özür istəyirəm bu sözünə görə. Ona görə peşəni düz seçmək lazımdır. Bəli, Ceyhun müəllim düz deyir. Biz hamımız öz müəllimimizə baxmışıq, onun saç düzümünə, giyiminə, səliqəsinə. Ona oxşamağa çalışmışıq.
5 yaş yarımında uşaq məktəbə getdi, qardaşımın bir balası. Gəldi ki, dedim, Bibi Qurban, müəllim nətədir? Dedi, çox gözəl müəllimimiz var. Amma yuqqası cırıqdır üzr istəyən. Balaca biz razıyız var idi. Özdə yazanda müəllim deyir, özünü belə-belə edir lövhə qabağında. Müəllimə deyirəm ki, ay müəllim, nəzarət ləğv olub. Yeganə peşiyik ki, bizə 30 uşaq, 20 uşaq, onun vadı, hər gün biz müzakirə mövzusuyuq. Amma hamı üçün müəllim növsən billah, Allahdan sonra birinci şəxsdir. Bu həqiqətdir. Ona görə də deyəcəyimiz sözlər həddən artıq çoxdur. Sadəcə bugün biz bir qazimizi də görürəm. Allah sizə can sağlığı versin. Mən ürəyim gönül hər çıxışına deyirəm. Ölənlər xoşbəxtlər, qalanlar vicima. Bilirsən, şəhidin uca məqamdadır. Amma hər gün ölüb dirilən, o gözəl yaraşıqlı oğlanın görüngü formalarına baxın. O qazilərə baxın, əzva imtihanı nə qədər ağırdı. Onun əzizlərinə, doğmalarına. Və bir an unutmayaq, bizim düşmənimiz məkirli, dəyişilməzdir. Ona görə Ceyhun müəllimin sözünə bir qüvvət vermək istəyirəm. Yazmışam, nə təəssüf ki, öz-özümüzü sevə bilmədik. Özümüzə hörmət edə bilmədik. Düşmənin dərmanına su dökə bildik, amma özümüzə can deyə bilmiriksə. Unudurursa, dəyişilmir qara keşir, əl götürməz xislətindən, dəyişməz məqsədindən, ona bunun sevgisi. Bizə qələbə almışıq. Bizim əsl cihadımız bundan sonradır, Ceyhun müəllim demişkən. Bu qələbəni qorumaq lazımdır. Bax, ona görə Azərbaycan məktəbi və müəlliminə dərhal, qənirsiz qədər hörmət və məhəbbətimə etiraz edirəm. Çox gözəl yazarım var. Hər dəfə deyirəm ki, mən qürurluyam ki, mən müəlliməm. Baxmayalım ki, mən də rəhbər işləmiş adamam. Amma öz peşəmə o qədər bağlıyam ki, onu o qədər sevirəm ki, İnanın, bəlkə də mümkün olamayan halda belə, sutka Ceyhun müəllim bilir də, bizə 24 saatdır, bizə 26 saat. Biz o qədər çalışırıq ki, o insanların xidmətində duraq. Əslində, mən müəllimin sözünə bir də qaydıram. Bizi Allah gözəl yaradıb və sağlam yaratdı. Qadının da, kişisini də, o Allah verən əzaya toxunmuyor. Yadda saxlayın. Bax, indi böyük tədbirlərimiz var, o da çıxış edir rəsmi olaraq, sağlamlıqla bağlı. Hər şey sürətlə yayılır. Çox maraqlıdır. Nədən? Allah sağlam yaradır. Ən adi bir şey də, ayağın altı bütün sinirlər, qulaq. Hamısı orqanlar oradadır. Ona toxunmayın. Tədricən o metastaz verir, xərçək yaranır. Hamı gözəl, Allah hamı gözəl yaradır. Sadəcə o gözəlliyi duymaq lazımdır. Xilasımız sevgidədir. İnsan sevgisində, yaradanın yaratını sevməkdədir, özünə hörmətdədir, özünə hörmət edən haqqını dərk edər, haqqın yoluyla gedər. Bu əsas vazifədir, hörmətli gənclərimizdən, bu da ki, sən də buradasın qızım. Çox sağ olun, vaxtınızı çox almaq istəmirəm, çünki biz həddən qısa bizim vaxtımız var. O gənc qısa, bu təşkilatın sədri xanıma da təşəkkür edirəm ki, biz bütün gənclərə dəstəyi hamı bilir, kim çağırsa biz hazırıq. Çok sağ olun, var olun. Teşekkür ederim.